Siz elə danışdınız ki, mənim artıq Donald Trump belə böyük siyasətçi kimi fikirləşirəm ki, daha uzaq görən siyasətçidir, Əlbəttə. daha uzaq görən addımı atır. Elə Sadəcə stili fərqlidir. Bax, bunu izləyicilərimiz də anlasın. Hətta mən son zamanlar bu haqda çox danışıram. Az qala bir belə əfsanələr yazılır ki, az qala bizim şərikli biznesimiz adımız var. Mən də zarafatla həmişə deyirəm ki, Dərnəgüldə bina tikirik. Trumpla yəqin ona görə mən onu tərifləyirəm. Söhbət ondan gəlir ki, stili fərqlidir. Dili, üslubu fərqlidir. Biz ütülü siyasət görmüşük. Bəli. Ütülü siyasət. Ütülü sözlər, qəşəng deyimlər, amma nəticə yox. Nəticə yox. Bizim başımıza Trump mı oynaşdı? Biz 30 il danışıq apardıq ATƏT-in Minsk qrupu. Trump var idi o. Yox idi də. Amerikası idi, Demokratik Amerika və Avropa Birliyi ölkələri. Bir də Rusiya. Bizi oyaladılar. Amma ütülü sözlər deyirdilər, gözəl çıxışlar eləyirdilər. Nə oldu? Axırda 20-ci ildə elə həmin Trump'ın dönəmində, həm də ona görə onu dəstəkləyirəm. Biz müharibəni də başladıq, müharibəni də udduq. Yəni söhbət ondan gedir ki, Trump'ın dili, üslubu rəncidəcicidir. Bəli. Trump'ın dili, üslubu ütülü deyil, bəli. Trump yeni bir ideoloji xəttin təmsilçisidir və şəxs deyil, funksiyadır. Orada ideoloq və Amerikanın gələcəyi Vance'dir. O ideoloqdur, onun çox gözəl bir kitabı var və bestsellerdir. 23 milyon ekzemplar satılıb bugünə qədər. Məsələn, mən çox məsləhət görərəm bizim izləyicilər alsın, oxusun onu. Kasıb ailə, əsl Amerika arzusunun təcəssümüdür də. Kasıb ailədən çıxıb, anası narkoman olub, atası bunları atıb, gedib hərbidə İraqda vuruşub. Sonra öz biliyi ilə, bacarığı ilə gedib 2 universitet bitirib. Ondan sonra siyasi karyera qurub, bu gün Amerikanın vitse-prezidentidir. Bu əsl Amerika arzusunun təcəssümüdür. Yəni bax, bu insanın ideoloq kimi daha onun dediklərinə daha çox mən fikir verirəm. Trump iş adamıdır və tez işləri deals deyirlər də, Azərbaycanca onun anlaşmanı tez bitirməyə çalışır. Amma Vance daha uzaq siyasətini göstərir və dünya artıq anlamalıdır ki, bir inqilabi transformasiyadan keçirik. Azərbaycana da gəlib çatacaq bunun, Cənubi Qafqaza da çatacaq, hər yerə çatacaq. Yəni, inqilabi transformasiya nədir? İdeoloji transformasiya baş verir dünyada. Texnoloji transformasiya baş verir dünyada. Əmək bazarının transformasiyası baş verir dünyada. İqtisadi fürsətlərin və belə deyək də, iqtisadi baxışların transformasiyası. Bu zaman olub. Məsələn, 30-cu illərdə, 28-29-cu ildə böyük depressiya oldu Amerikada. O zaman belə əsl kapitalist Amerikası birdən-birə Keynes nəzəriyyəsinə üstünlük verdi. Yəni, dövlətin iqtisadiyyata müdaxiləsi, yolların dövlət hesabına çəkilməsi və s. və s. Bu, onları çıxartdı. Sonra Milton Friedman komandası gəldi. Onun belə baxışları önə çıxdı. Yenə liberal iqtisadiyyata geri döndülər. Çox təəssüf ki, SSR dağılandan sonra başladılar Amerikası da, Avropası da SSR-ləşməyə. Onlara oxşamağa başladılar. Aşırı tənzimləmə, iqtisadiyyatın boğulması, yalançı gündəmlər. Ən bunun son nöqtəsi də belə vicdansızcasına idarə olunan pandemiya oldu dünyada. İnsanlıq haqlarını pozan, iqtisadiyyatı dağıdan, bugünkü müharibələrə səbəb olan. Bəli, neçə milyon insanın canından əlbəttə, edən, sağlamlığından ölən insanların böyük əksəriyyəti heç virusdan ölmədi. Stressdən öldü, işsizlikdən öldü, tibbi çatışmamazlıqlardan öldü. İqtisadiyyatı 700 milyon insan dünyada işsiz qaldı bir ilin içində. 700 milyon. Bu nə deməkdir? 232 milyonu tamamilə işsiz qaldı. 500 milyona yaxın isə işini dəyişmək məcburiyyətində qaldı. Daha aşağı işə keçdi. Daha az maaşlı işə keçdi. Orta sinif məhv edildi dünyada. Bütün bunların əks-sədası olmalıydı. Bax, o Trump və onun komandası şəxs deyil. Onlar funksiyadır. Onlar dünyada transformasiyanı həyata keçirəcək funksiyanı həyata keçirirlər. Və Trumpizm, əgər bunu adlandırırsa, sosializm var idi, kapitalizm var idi, ideoloji. Bu da olsun Trumpizm. Yəni, bu da Trumpizmdir və bu bir ideoloji xəttdir. Bugün Avropada ən böyük qorxu yaradan nə Ukrayna məsələsidir, nə Rusiyadır, nə başqalardır. Avropanın liberal, psevdo-liberal, əslində əsl liberallar bizik. Psevdo-liberal elitasının qorxduğu odur ki, bu Trumpizm, bu ideologiya
Daha çox yayılacaq Avropada. Məsələ burasındadır ki, Trump bunu tək öz başına edə bilməz. Əlbəttə. Amerikanın böyük dövlətdir, Əlbəttə. dərin dövlətdir, onun ideoloqları var, onun hər halda bu Trump tək başıma gəldim, mən bu Elə qərarları verirəm, sözsüz Birinci dönəmində bir eksperiment idi sanki. Birinci dönəmdə ki, özü də inanmırdı, bəlkə də prezident olacaq. Komandası yox idi. Təsəvvür edin, dövlət katibi 4 dəfə dəyişdi. Müdafiə nazirini 3-4 dəfə dəyişdi. Yəni komandası da yox idi. İndi oturmuş komandası var. Bilir nə edir. Hə, bizi rəncidə eləyən nədir? Panamanı niyə istəyir? Qırlandiyanı niyə? Putinlə bunun nə fərqi var? Putin Ukraynanı istəyirdi, bu Qırlandiya. Belə deyil, yəni belə bəsit deyil. Panamanı Amerika tikib. 60 min insanı orada həlak olub da bu tikilən zaman. Çünki orada böyük xəstəlik yayıldı, malariya və başqa xəstəliklər. İnsanlar öldü. İndi Çin gətirib kanalın bu başına da, o başına da belə bir də öz limanını qurub. Atlantik Okeanın bu tərəfdən Atlantik Okeanı, bu tərəfdə Sakit Okeanı. İki tərəfə Çin şirkəti nəzarət edir. Çin gəmiləri oradan keçir. Məsələn, səhv eləmirəmsə 60 min dollara bir gəminin keçidi. Amerikan gəmiləri az qala 1 milyon dollar verir. İndi Trump deyir ki, niyə? Ticarətçidir, bilir ki, niyə mən niyə verim? Mən tikmişəmsə niyə mən? Ya verirsən, qaytarsan özümə, ya da mənim üçün də normal şərait yaradırsa. Bax, Trumpın o təhdidlərindən sonra indi Amerika gəmiləri oradan 50 minə keçir. Pisdirmi? Qırlandiyada Amerikanın 2 hərbi bazası var. Zaten hərbiçiləri orada. Deyirlər, Amerika ordusu gəlib oranı işğal eləyəcək. İşğal eləyib, çoxdan oradadır. Çoxdan oradadır. 2-ci Dünya Savaşından sonra orada oturublar da. Yəni, bax, bunun dili, üslubu rəncidə edicidir. Bununla anlaşdıq. Bəzi addımları hələ biz anlaya bilmirik, algılaya bilmirik, bəli. Bunu da anlaşdıq. Bir-birini təksib eləyən bəzi addımlar olur. Məsələn, elə ötən günlərdə açıqlama verib ki, biz müsəlmanları xoşlamırıq. Müsəlmanlar bizə nifrət edirlər. Elə deyil açıqlama. Bax, elə deyil. Gəlin ingiliscəsini tapaq, baxaq, elə deyil. Tərcüman da səhvdir. Əslində, seçki zamanı getdi müsəlman icması ilə görüşdü bir çox şəhərlərdə. Və sorğuların nəticəsində məlum oldu ki, İslam camiası icmasının nümayəndələrinin 70%-ə yaxını Trumpa səs verib. O nə deyir? O deyir ki, bilirsiniz də bu solçular, yəni bu sol liberal kəsim Fələstinin azarkeşidirlər. Ona görə yox ki, İslama böyük hörmətləri var. Çünki bunlar anti-İsrailçidirlər. Yəni bunlar solçular anti-İsrailçidirlər. Bax, onlardan gedir söhbət ki, onlara biz viza verdik, gətirdik, indi geri qovacağıq. Söhbət onlardan gedir. O nifrət də oradan yaranır. Və Amerikanın keçmiş səhvlərinə işarə eləyirdi Trump. Onu düz deyir. İraka niyə girirdi ki? Bax, nə var idi İraka girdi, xaraba qoydu. Onu Trump mı elədi? Trump eləməyib bax onu. Bəli. Yəni, ya Suriyada, Livanda, Liviyada bunlar hadisələri Trump'ın mı ayağına yazmaq olar? Yox. O deyir ki, Amerikadan nifrət eləyirlər. Düz deyir. O tərcümənin konteksti budur ki, o sözlərin. Demir, onlar bizə nifrət eləyir, gedək onları məhv eləyir. Yox. Deyir, onlar bizə nifrət eləyir. Səbəbləri də bizim siyasətin nəticəsi. Əfqanistana niyə girdilər? Və sonra da biabırçıcasına oradan qaçdılar. Niyə? Söhbət ondan gedir ki, bax, Amerikanlarla həmişə danışanda və yaxud da söhbət eləyəndə ən belə yüksək səviyyəli diplomatlar olsun, NGO nümayəndələri olsun, onlar bəziləri doğrudan da səmimən inanırdılar ki, onlar Əfqanistanda demokratiya qura bilər. Bunlar elə bilirlər ki, demokratiya bu notebook kimi bir şeydir. Verirsən insana, xalqlar yetişməlidir. Oturmalıdır, qabağında proqramı öyrədirsən. Deyirsən, bu knopkanı bas, yanacaq, bu düyməni basanda sönəcək. O da oturub, o demokratiyanı o bilgisayar kimi işlədə biləcək. Elə deyil. Demokratiya bilgisayar deyil. Demokratiya oturuşmuş dəyərləri, oturuşmuş ənənələri olan cəmiyyətlərdə oturur. Sən Əfqanistana get və denən ki, mən sənə demokratiya gətirirəm. İraka get, denən ki, mən sənə demokratiya gətirirəm. Elə olmur. Mümkün deyil. Ona görə bax, Amerikanların ən böyük səhvi ondan ibarət idi ki, bəziləri də öz maraqları çərçivəsində inanırdılar ki, demokratiya universal bir alətdir. Onu istənilən yerdə işlətmək olar. Bəli, amma məlum o, indi Trump da deyir ki, bunun nəticəsində İslam aləmi bizə nifrət eləyir. Düz deyir də adam. Nifrət eləyir də bugünə qədər aparılan siyasətin nəticəsində. Trumpın apardığı siyasət nəyə aparacaq?